Hər vaxtınız xeyir əziz şagirdlər və abituriyentlər. Bu gün sizlərlə bir yerdə Fizika 2025 tim test toplusunda çevrə üzrə bərabər sürətli hərəkət dərsinin mərkəzə qaçma təcillinə aid olan sualların izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə onu qeyd edim ki, yeni açılacaq olan oktyabr qruplarımıza qeydiyyat davam edir. Əgər ki, bu qruplar haqqında məlumat əldə etmək istəyirsinizsə, ekranda göstərilən səhifəyə yazıb ətraflı məlumat əldə edə bilərsiniz. Həmçinin kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Gəlin başlayaq sualların izahına. Birinci sualda şərtdə deyilir ki, hansı şəkildə çevrə üzrə bərabər sürətli hərəkət edən cismin təcilinin istiqaməti düzgün göstərilmişdir. Biz bilirik ki, mərkəzə qaçma təcili radius boyunca mərkəzə doğru yönəlir və xətti sürətə perpendikulyardır. Fikir versəz, yalnızca D variantında bizim təcillimizin istiqaməti doğru göstərilib, yəni çevrənin mərkəzinə doğru. Cavabımız olacaq D bəndi. 2-də isə deyir, çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə müəyyən olunur? Mərkəzə qaçma təcilinin omega və R olan düsturu A bərabərdir. Omega kvadratı R-dir. Cavabımız olacaq B bəndə. 3-də isə deyir ki, yenə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Bu səfər V xətti sürət və R radiusdan istifadə etməyimizi istəyir. Biz də bilirik ki, A bərabərdir. V kvadratı bölək R-dir. Burada cavabımız olacaq A bəndi. 4-də isə deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Artıq burada mərkəzə qaçma təcilinin böyük T ilə periodla olan düsturunu istəyir. Biz bilirik ki, A bərabərdir. Omega kvadratı R-dir. Buradan omeganın əvəzinə kvadratı olduğundan omeganın əvəzinə yazaram 2pi bölək T. 2 bölək T'nin kvadratı olacaq 4pi kvadratı bölünsün T kvadratı R. Deməli, 4pi kvadratı R bölək T kvadratı A bəndi. 5-də deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Hansı ki, A bərabərdir omega kvadratı R düsturumuz var. Bunu da baxın, belə yaza bilərik. A bərabərdir omega vuraq R. Fikir versəz, buradakı omega R xətti sürətin düsturudur, yəni V-nin. Onda belə yazarıq, omega vuraq V. Cavabımız olacaq Y bəndi. 6-da deyir ki, yenə mərkəzə qaçma təcilinin düsturunu soruşur. Dedik ki, A bərabərdir omega vurulsun V-dir. Omeganı da 2pi n bölək T ilə açsaq, V-ni də olduğu kimi saxlasaq, onda gördüyünüz kimi 2pi n V bölək olacaq bizim bölək T düsturu. Baxaq, B bəndində olacaq. 7-də deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Yenə A bərabərdir omega V-dir düsturumuz. Omeganın artıq kiçik n ilə olan düsturunu, yəni 2pi n-i yazıram. Həmçinin V-ni də yazırıq. Oldu deməli 2pi n V D bəndi. 8-də yenə mərkəzə qaçma təcilini soruşur. A bərabərdir omega V-dən. Artıq omeganın böyük T ilə olan düsturunu, yəni 2pi bölək T-ni yazıram. Həmçinin V-ni də yazmağı unutmuruq. 2pi V bölək böyük T B bəndi doğru cavabdır. 9-da da bizdən yenə mərkəzə qaçma təcilini soruşur. Amma burada artıq fikir versəz radiuslu olan düsturumuzu istəyir. A-nın düsturu omega kvadratı R-dir, radiuslu olan. Omeganın əvəzinə əgər 2pi n yazsaq, onda hər birini burada kvadrata yüksəltməliyəm. Çünki omeganın başında gördüyünüz kimi kvadrat var. Onda olacaq 4pi kvadratı n kvadratı R. C bəndi. 10-cu sualda maddi nöqtənin verilmiş radiuslu çevrə üzrə hərəkət zamanı mərkəzə qaçma təcilinin xətti sürətdən asılıq qrafiki hansıdır? Hansı ki, biz bilirik ki, mərkəzə qaçma təcilinin A-nın xətti sürətli olan düsturu A bərabərdir. V kvadratı bölü R-dir. Buradan verilmiş radiuslu deyir. Deməli, bizim radiusumuz verilib, yəni sabitdir. A, V ilə gördüyümüz kimi kvadratik, yəni parabol olacaq asılığımız. C bəndi. Digər sualımızda maddi nöqtənin verilmiş radiusu çevrə üzrə hərəkət zamanı mərkəzə qaçma təcilinin bucaq sürətinin asılıq qrafiki hansıdır? Biz bilirik ki, A bərabərdir omega kvadratı R-dir. Buradan görünür ki, A omega ilə kvadratik düz asılıq verəcəyik D bəndi. Deyirsiniz ki, məsələn, A-nın hansı ki omega V olan düsturda var. Niyə bunu götürmədik? Burada A omega ilə gördüyümüz kimi düz asıdır. Fikir versəz, şərtdə verilmiş radiuslu deyir. Onda sənin düsturunda radius olmalıdır hökmən. Ona görə də biz V ilə olan düsturu verə bilmərik. Amma verilmiş, yəni sürətimiz sabit olduğu qeyd olunsaydı, mən onda A bərabərdir omega V düsturundan istifadə edəcəkdim. Çünki biz bilirik ki, sabit olan kəmiyyət verilməlidir düsturumuzda. 12-yə baxaq indi.
Maddi nöqtənin bucaq sürətinin sabit qiymətində artıq omeqamız sabitdir. Deməli, omega bərabər konstant. Mərkəzə qaçma təcilinin çevrənin radiusunun asılıq qrafikini istəyir. A bərabərdir yenə omega kvadratı r. Burada omega sabitdirsə, gördüyümüz kimi A r-lə düz asıdır. Düz asılığın da qrafiki Y bəndində qeyd olunub. 13-cü sualda dövlətmə periodunun sabit qiymətində böyük T-miz bərabərdir konstant yazırıq. Çevrə üzrə hərəkət zamanı mərkəzə qaçma təcilinin çevrənin radiusunun asılıq qrafikini istəyir. A-nın R-dən asılıq qrafiki. Qeyd etdik ki, A bərabərdir 4pi kvadratı R bölünsün T kvadratıdır. Buradan artıq gördüyümüz kimi A R-lə düz mütənasib asıdır. Çünki böyük T-miz sabitdir. Aha, A R-lə düz asıdırsa cavabımız olacaq C bəndi. İndi 14-cü suala baxaq. Radiusu 6 metr olan çevrə üzrə 12 metr bölü saniyə sürətlə hərəkətdən cismin mərkəzə qaçma təcilini hesablayın. Radiusumuz verildi 6-dır. V-miz verildi 12-dir. Bizdən mərkəzə qaçma təcilini A-nı soruşur. A-nın düsturu A bərabərdir. V kvadrat bölü R-dir. V kvadratı 12 vuraq 12 şəklində yazaram. Yəni V vuraq V. Aha. 12 vuraq 12 bölə radiusum 6. 6 ilə 12-ni ixtisar aparaq 1, sürətdə qalacaq 2. 2 vuraq 12 mənə verəcək 24. Cavabımız olduğu Y bəndi. 15-ci sualda isə deyir ki, çevrə üzrə bərabər sürətlər hərəkətdə xətti sürət hansı ifadə ilə təyin olunur? Artıq biz bilirik ki, A bərabərdir V kvadratı bölə R-dir. Buradan V kvadratını tapanda olacaq A vuraq R. İndi V-nin özünü tapsam A R kök altına düşəcək. Onda V bərabərdir. Kök altında A R C bəndi. 16-da çevrə üzrə bərabər sürətlər hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur? A bərabərdir omega kvadrat R-dir. Buradan bucaq sürətimizi omega kvadratını yəni tapın əvvəlcə. O da olacaq omega kvadrat bərabərdir A bölə R. Omega isə bərabər olur kök altında A bölə R-ə. Aha, baxaq, kök altında A bölə R C bəndi, A bəndindədir. 17-də çevrə üzrə bərabər sürətlər hərəkətdən cismin A nöqtəsində təcili hansı istiqamətdə yönəlmişdir? Qeyd etdiyim kimi, mərkəzə qaçma təcili hansı ki, çevrənin mərkəzinə doğru yönəlir. Bu zaman O nöqtəsinə, yəni çevrənin mərkəzinə doğru yönələcək radius boyunca. Baxın, cavabımız da olacaq A bəndi. 18-də də yenə mərkəzə qaçma təcilini soruşur. A nöqtəsindən çevrənin mərkəzinə doğru radius boyunca gördüyünüz kimi yönəlir sağa doğru. Baxaq, D bəndində doğru cavab verilir. 19. Velosipedçi göstərilən trayektoriya üzrə bərabər sürətlə hərəkət edir. Hansı hissələrdə velosipedçi təcillə hərəkət edir? Biz bilirik ki, düzxətli bərabər sürətlə hərəkətdə təcilimiz sıfıra bərabərdir. Amma çevrə üzrə bərabər sürətlə hərəkətdə bizim təcilimiz sıfıra bərabər deyil. Mərkəzə qaçma təcilimiz var artıq burada. Aha, bu zaman ona görə məndən təcillə hərəkət edir deyirsə, mən çevrə boyunca olan, yəni AB və CD trayektoriyalarını götürməliyəm. Cavabımız olur A bəndi. İndi isə deyir ki, velosipedçinin təcili sıfıra bərabərdir 20-də. Dediyim kimi, düzxətli bərabər sürətlə hərəkətdə təcilimiz sıfırdır. Yəni, mən düzxət olan trayektoriyaları götürməliyəm burada. Baxın, BC və DA trayektoriyalarımız olacaq. Baxaq, A bəndi doğru cavabdır. 21-ə baxırıq indi. R radiusu çevrə üzrə bərabər sürətlə hərəkətdə mərkəzə qaçma təcili hansı ifadələr təyin olunur? Biz bilirik ki, A bərabərdir omega kvadratı R-dir. Omega kvadratını baxın belə yaza bilərəm. Omega kvadratı bərabərdir omega vuraq omega şəklində yaza bilərəm. Bir omeganı da açaram, yəni 2pi bölək T ilə açaram. Onda 2pi bölək T vuraq omega. Gəlin yazaq onda omega kvadratının yerinə 2pi omega, həmçinin R-mi də yazıram bölək T. Deməli oldu 2pi omega R bölək T, cavabımız oldu D bəndi. 22-ci sualda çevrə üzrə bərabər sürətlər hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Yenə qeyd etdiyim kimi A bərabərdir omega kvadratı R-dir. Artıq burada omega kvadratı deyil, omega kvadratını omega vuraq omega şəklində yazıram. Omega vuraq omega R. Bir omegamı da 2pi kiçik n-də açacağım. Yəni omega bərabərdir, biz bilirik ki 2pi n-dir. Yerinə yazaq onda olacaq 2pi n omega vuraq R. B bəndi. 23-də radiusu 100 metr olan çevrə üzrə 36 km/saat sürətlə hərəkət edən avtomobilin mərkəzə qaçma təcilini hesablayın. Fikir versəz, radiusum verildi 100 metrdir. Həmçinin sürətim də verildi 36 km/saat. Amma mən metr bölü saniyəyə keçməliyəm. Bu zaman 36-nı vururuq 1000-ə, bölürük 3600-ə. Sıfırlar gedir, 2 dənə sıfırım. 36 ilə 36-ya böləndə 1 qalacaq. Burada qaldı cavabımız 10 metr bölək saniyə. Mərkəzə qaçma təcilini soruşur. Biz bilirik ki, mərkəzə qaçma təcilinin düsturu A bərabərdir V kvadratı bölə R-dir.
V-miz 10-dur, onun kvadratı olacaq 100. R-imiz də yenə 100-dür. 100-ü 100-ə böləndə alacağıq 1. Cavabımız oldu A bəndi. Keçək 24-cü suala. Radiusu 0,5 metr olan çevrə üzrə bərabər sürətli hərəkətdən maddi nöqtənin bucaq sürəti 10 radyan bölək saniyədir. Onun mərkəzə qaçma təcilini hesablayın. Radiusumuz verildi, R bərabər 0,5-dir. Bucaq sürətimiz omega verildi 10-dur. Mərkəzə qaçma təcilini istəyir. A bərabərdir, biz bilirik ki, omega kvadrat R-dir. Buradan omegamızın kvadratı 100 olacaq, onun kvadratı. Aha, radiusum da 0,5-dir. 100 vurulsun 0,5 mənə verəcək 50-ni. Cavabımız oldu A bəndi. 25-ə baxırıq. Cismin radiusu 50 sm olan mütləq santimetrdən metrə keçməliyik. Bu zaman veriləni bölürük 100-ə. Onda R bərabərdir 50 bölək 100 0,5 metr. Həmçinin deyir ki, dövrətmə tezliyi 2 saniyə üzəri -1-dir. Yəni tezliyimiz kiçik n verildi, 2-yə bərabərdir. Mərkəzə qaçma təcilimiz A soruşulur və pi kvadrat da verilib 10-a bərabərdir. Biz bilirik ki, A bərabərdir 4 pi kvadratı, R n'in kvadratıdır. Buradan olacaq 4 vurulsun, pi'nin kvadratı 10, vuraq radiusumuz 0,5, vurulsun tezliyin kvadratı, yəni 2'nin kvadratı 4. O da olacaq, deməli 4 vurulsun 0,5, biz bilirik 2, 2'ni vur 10'a olacaq 20, 20'yi də vur 4'ə olacaq 80. Deməli cavabımız oldu 80 metr bölək saniyə kvadratı. 26-da cismin 1 metr radiuslu çevrə üzrə bərabər sürətli hərəkətində dövrətmə periodu 4 saniyədir. Cismin mərkəzə qaçma təcilini hesablayın. Radiusumuz verildi 1 metrdir. Periodumuz verildi 4 saniyədir. Mərkəzə qaçma təcilini yenə A-nı soruşur. Həmçinin pi kvadratda 10 verilib şərtdə. Mərkəzə qaçma təcilinin A bərabərdir 4 pi kvadrat R bölək T kvadrat düsturunu biz bilirik. Buradan olacaq 4 vurulsun pi'nin kvadratı 10, radiusumuz 1 bölək periodun kvadratı, yəni 4'ün kvadratı 16 eləyəcək. 16 ilə 4'ü ixtisar aparsam, sürətdə 1, məxrəcdə qalacaq 4. 10 bölək 4 mənə verəcək 2,5 Y bəndi. 27-ci sualda radiusu 1 metr olan çevrə üzrə bərabər sürətli hərəkətdən maddi nöqtənin dövrətmə tezliyi 5 saniyə üzəri -1-dir. Onun mərkəzə qaçma təcilini hesablayın. Radiusumuz 1 metr verilib, tezliyimiz də verilib 5'dir. Həmçinin pi kvadratda 10 verilib, A-nı soruşur bizdən. A bərabərdir 4 pi kvadratı R n'in kvadratıdır. Buradan 4 vurulsun pi kvadratımız 10, radiusumuz 1, kiçik n'imiz 5, 5'in kvadratı eləyəcək 25. Bu da alınacaq 1000. Baxaq, D bəndi. Keçək digər suala, 28-ə. Cismin çevrə üzrə bərabər sürətli hərəkətinin periodu 3 saniyədir. Cismin mərkəzə qaçma təcili 10 metr bölək saniyə kvadrat olduğunu bilərəkdən çevrənin radiusunu hesablayın. Periodumuz verildi, T bərabər oldu 3'ə. Mərkəzə qaçma təcilimiz verildi, A bərabər oldu 10'a. Həmçinin də çevrənin radiusunu bizdən soruşur, yəni R bərabər suala. Biz bilirik ki, A bərabərdir 4 pi kvadratı, R bölək T kvadratıdır. Buradan R'i tapmaq üçün gəlin A-nın aşağısına 1 yazaq, çarpaz vuraq. Onda olacaq 4 pi kvadratı R bərabərdir A vurulsun T kvadratı. Buradan R'i tapanda AT kvadratını bölməliyəm onun yanındakı 4 pi kvadratına. Aha. Onda olacaq A'mız 10, vuraq T'nin kvadratı, yəni 3'ün kvadratı 9, bölək 4 vurulsun pi'nin kvadratı şərtdə verilib 10'dur. Onlar ixtisar getdi, qaldı 9 bölək 4. O deyir 2,4'də 1, 2,4'də 1 də 2,125'dir. Deməli cavabımız olacaq Y bəndə. 29-cu sualda deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdən cismin xətti sürəti 72 km/s-dir. 72 km/s-dan metr bölək saniyəyə keçməliyəm. Qeyd etdiyim kimi, yəni 72-ni vururuq 1000-ə, bölürük 3600-ə. Sıfırlar gedir ixtisara. 72 ilə 36. Elə 72 36-ya bölünür. Məxrəcdə 1, sürətdə qalır 2. 2 vuraq 10, o da olacaq 20. Deməli, bizim sürətimiz 20 metr bölək saniyədir. Bu hissəni silək. Yazaq ki, V bərabərdir 20-yə. Həmçinin bucaq sürətimiz verildi. 5 radyan bölək saniyədir. Omega bərabər oldu 5'ə. Mərkəzə qaçma təcilimiz A soruşulur. A bərabərdir, biz bilirik ki, omega vuraq V-dir. Omegamız 5'dir, V-miz də 20'dir. 5 vuraq 20 mənə verəcək 100. Cavabımız oldu B bəndi. Keçək indi 30-cu suala. Cisim 2 saniyə üzəri -1 tezliklə çevrə üzrə bərabər sürətlə hərəkət edir. Cismin mərkəzə qaçma təcili 200 metr bölək saniyə kvadrat olarsa, çevrənin radiusunu hesablayın. Tezliyimiz verildi, n bərabər 2'dir. Mərkəzə qaçma təcilimiz verildi, A bərabərdir 200'dür. Bizdən radiusu soruşur. Biz bilirik ki, A bərabərdir 4 pi kvadratı R n'in kvadratıdır.
Buradan radiusu tapanda olacaq a bölünsün 4 pi kvadratı n kvadratı. A'mız 200 bölək 4 vurulsun pi kvadratı, yəni 10. Vuraq tezliyin kvadratı, yəni 2-nin kvadratı 4. Fikir versəz sıfırların biri gedir. 200 ilə 10-un. 20 bölək 4, məxrəcdə 1, sürətdə qalır 5. Deməli 5 bölək 4, 1,4-də 1, o da 1,25 edir. Cavab oldu B bəndi. 31-ci sualda radiusu 1 metr olan, deməli bizim radiusumuz verildi. R bərabər 1-dir. Çevrə üzrə 10 radian bölək saniyə bucaq sürəti ilə. Omeqamız da verildi. 10-dur. Maddi nöqtənin mərkəzə qaçma təcilini A-nı istəyir. A-nın belə bir düsturunu bayaqlarda yazdıq ki, A bərabərdir. Omega kvadratı R-dir. Buradan omeqamız kvadrat olacaq. Onun kvadratı 100. Radiusum da 1. 100 vuraq 1 mənə verəcək 100. Cavabımız oldu B bəndi. 32-də. Çevrə üzrə bərabər sürətli hərəkətdən maddi nöqtənin xətti sürəti 6 metr bərə saniyədir. V-miz verildi 6-dır. Mərkəzə qaçma təcili isə 60 metr bərə saniyə kvadratdır. A verildi 60-a bərabərdir. Radiusu hesablayın R bərabər suala. Biz bilirik ki, A bərabərdir V kvadratı bölək R-dir. Buradan R-i tapanda olacaq V kvadratı bölək A. V-miz 6-da 6-nın kvadratı 36 bölək A-mız da 60-dır. 6 ixtisar gedəndə məxrəcdə 10, sürətdə 6 qalacaq. Bu da olur 0,6 metr C bəndi. 33-də sabit dövretmə tezliyində. Deməli bizim tezliyimiz sabitdir. Yəni kiçik n bərabərdir konstanт. Mərkəzi qaçma təcilinin çevrələrinin radiusundan asılılıq qrafiki verilmişdir. Dövretmə tezliyi hansı ifadə ilə təyin olunur? Mən belə qeyd etmişdim ki, hansı ki, belə asılılıq məsələlərində əgər alfa verilərsə, bu zaman birinci tangens alfanı yazın. Tangens alfa isə qeyd etdik ki, yuxarıdakı hərfin aşağıdakı hərfə olan nisbətdir. Yəni, A-nın R-ə olan nisbətdir. Yazaq onda tangens alfa bərabərdir A bölək R. Məndən tezliyi soruşur, yəni N-i soruşur. A-nın kiçik n olan düsturu A bərabərdir 4 pi kvadratı R n kvadratıdır. Buradan N-i tapanda birinci gəlin n kvadratını tapaq. Olacaq A bölünsün 4 pi kvadratı R. N-i tapanda isə kök altına düşəndə, baxın 4 pi kvadratından 1 bölək 2 pi çıxacaq. Aha, bu zaman indi A bölək R-imi də kök altında olduğu kimi saxladım. İndi baxın, A bölək R-im tangens alfaya bərabər idi axı. Onda A bölək R-in yerinə mən tangens alfa yazaram. Olacaq 1 bölək 2 pi kök altında tangens alfa. Baxaq. Və yaxud da tangens alfa, kök altında tangens alfa bölək 2 pi. Baxın, B bəndində var cavabımız. 34-də baxaq indi. İki maddi nöqtə radiusları R2 bərabərdir 3 R1 olan çevrələr üzrə bərabər sürətlə hərəkət edir. Onların mərkəzə qaçma təcilləri eyni olduqda dövretmə tezlikləri arasında hansı münasibət doğrudur? Radiuslar arasındakı asıllıq verilib. R2 bərabər 3 R1-dir. Həmçinin deyir ki, onların mərkəzə qaçma təcilləri eyni olduqda. Onda yazaram ki, A1 bərabərdir A2-yə. Tezliklər arasında münasibət istəyir. Yəni, M1 bölək N2-ni tapaq. Biz bilirik ki, A bərabərdir 4 pi kvadratı R n-in kvadratıdır. Əgər burada təcilim sabitdirsə, gördüyünüz kimi R n-in kvadratı ilə tərs asıl olur. Onda yazaram ki, R1 bölə R2 bərabərdir N2-nin kvadratı bölə M1-in kvadratı. İndi yazaq gəlin. R1-im yoxdur olduğu kimi saxla. R2-im 3 R1-dir. Şərtdə verilib də. Bunu da bərabər yazırıq. N2-nin kvadratı bölə N1-in kvadratı. R1-lər ixtisar getdi. Gördüyünüz kimi 3də 1 qalır. İndi buradan N2 bölə N1 nisbətini tapmaq üçün əlbəttə ki, 1 bölə 3-ü kök altına salacağım. Gəlin bu hissəni silək hələlik. Deməli, aldıq ki, onda N2 bölə N1 bərabərdir. Kök altında 3də 1. 1-dən onsuz da kökdə 1-dən 1 çıxır. Onda belə yaza bilərik ki, baxın, bu kök altını siləcəm. 1-i olduğu kimi saxlayıram. Sadəcə kök altında 3 yazaram. Çünki kökdə 1-dən onsuz da 1 çıxır da. Deməli, çarpaz vuranda onda alacağıq ki, N1 bərabərdir kök altında 3 vuraq N2. C bəndi doğru cavabdır. 35-də çevrə üzrə bərabər sürətli hərəkət zamanı dövretmə periodu hansı ifadəyə təyin olunur? Böyük T-ni bizdən soruşur. Qeyd etdiyim kimi burada tangens alfanı yazmalıyıq. Tangens alfa bərabər olacaq A bölək R nisbətinə. İndi mən böyük T-ni tapmaq üçün A-nın belə bir düsturunu bilirəm ki, A bərabərdir 4 pi kvadrat R bölək T kvadratı. Buradan periodun kvadratını, T kvadratını tapanda olacaq 4 pi kvadratı R bölək A. İndi periodun özünü tapanda əlbəttə ki, 4 pi kvadratı R bölək A kök altına düşür. Buradan 4 pi kvadratından qeyd etdik ki, 2 pi çıxacaq kökdən.
və kök altında r bölək a-nı da olduğu kimi saxlayıram. Əgər ki, gördüyünüz kimi baxın, a bölək r nisbəti, baxın burada, tangens alfaya bərabərdirsə, onda r bölək a-yım, yəni bunun tərsi 1 bölək tangens alfanı verir və o da kotangens alfadır. Onda kök altında r bölək a-nın əvəzinə yazaram kök altında kotangens alfa. Baxaq, indi 2pi vuraq kotangens alfa kök altında y bəndi oldu. 36-cı sualda artıq burada məndən bucaq sürətini soruşur. Bucaq sürətimiz, yəni omeqanı soruşur. Tangens alfamız bərabərdir a bölək r, yuxarıdakı hərfin aşağıdakı hərfə nisbəti. Biz bilirik ki, a bərabərdir omega kvadrat r-dir. Buradan omega kvadratımız bərabər olacaq a bölünsün r-ə. Omeganı tapanda isə a bölək r nisbəti kök altına düşəcək. Kök altında a bölək r və biz qeyd etdik ki, a bölək r, baxın burada, tangens alfaya bərabərdir. Onda yerinə yaza bilərəm. Olacaq kök altında tangens alfa. Baxaq, a bəndi doğru cavabdır. 37-ci sualda verilmiş radiusuz çevrələr üzrə hərəkət edən cismin mərkəzə qaçma təcilinin xətti sürətdən asılı qrafikinə görə çevrənin radiusunu hesablayın. Kiçik rəqəmlərlə işləməyiniz daha yaxşıdır. Böyük rəqəmlərə ehtiyac yoxdur. Gəlin, baxın, v-ni 2 götürək və a-nı da 8 götürək. Aha, v bərabər 2, a da bərabər 8-dir. Bizdən çevrənin radiusunu r-i soruşur. A bərabərdir v kvadrat bölək r. Buradan r-i tapanda olacaq v kvadrat bölək a. V-miz 2, 2-nin kvadrat 4, bölək a-mız da 8. 8-də 4, 2-də 1-dir. İxtisarımız aparanda o da olacaq 0,5. Baxaq, C bəndi. Siz eyni ilə v-ni 4, a-nı 32 götürsəydiniz də eyni cavab alacaqdınız. Sadəcə özünüzün rahatlığınız üçün hesablamada kiçik rəqəmlərlə işləməyiniz daha yaxşıdır. 38-də verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin mərkəzə qaçma təcilinin bucaq sürətindən asılıq qrafikinə görə çevrənin radiusunu hesablayın. Yenə burada da kiçik rəqəmlərlə gəlin işləyək. Omeqamız bərabərdir 2, a-mız da bərabər 8-dir və bizdən radiusu soruşur. A bərabərdir omega kvadrat r düsturundan buradan radius tapanda olacaq a bölək omega kvadratına. A-mız 8, omega kvadratımız 2-nin kvadratı 4. 8 bölək 4 mənə verəcək 2. B bəndi. Keçək indi 39-a. Şərtdə deyilir ki, verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin tezliyini artırdıqda. Deməli, bizim tezliyimiz, enimiz artdı. Onun dövlətmə periodu və mərkəzə qaçma təcili necə dəyişər? Periodumuz biz bilirik ki, tezliyin tərs qiymətli, yəni böyük T bərabər 1 bölək kiçik n-dir. Əgər tezliyim artırsa, onda avtomatik tərs asılı olduğundan periodum azalacaq. Mərkəzə qaçma təcilində kiçik n olan düsturunu bilirəm. A bərabər 4pi kvadratı r n-in kvadratı. Fikir versəz, buradan a tezliyin kvadratı ilə düz mütənasibdir. Yəni, mənim tezliyim artanda, onda mərkəzə qaçma təcilim də artacaq. Deməli, period azalır, mərkəzə qaçma təcili isə artır. A bəndinə doğru cavabımız olacaq. 40-da verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin dövlətmə tezliyini azaltdıqda, indi kiçik n-imiz azalır artıq. Qeyd etdiyim kimi, periodla tezlik tərs asılı olduğundan bu zaman periodumuz artacaq. Mərkəzə qaçma təcilində isə a bərabərdir 4pi kvadrat r n-in kvadrat düsturuna əsasən tezliyim azalanda mərkəzə qaçma təcilim də azalacaq. Period artar, mərkəzə qaçma təcilim isə azalar. C bəndi. 41-də maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkəti üçün hansı münasibət doğrudur? Biz bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə təcilin modulu sabitdir. Baxın, Y bəndi doğru cavabdır. 42-də isə deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadəyə təyin olunur? Qeyd etdiyim kimi, burada mütləq tangens alfanı yazın. Birinci, yuxarıdakı hərfin aşağıdakı hərfə nisbəti, yəni a bölək v olacaq. Məndən bucaq sürətinin omeqanı soruşur. A bərabərdir, biz bilirik ki, omega vuraq v-dir düsturumuz. Buradan omeqanı tapanda olacaq a bölək v. Fikir versəz, elə mən yuxarıda yazmışam ki, tangens alfa bərabərdir a bölək v. Onda elə a bölək v-nin yerinə aşağıda bərabər tangens alfa yaza bilərəm. Gördüyünüz kimi, deməli bizim buradakı omeqamız, bucaq sürətimiz elə bu bucağın tangensinə bərabər oldu. A bəndi. 43-də də bizdən artıq dövlətmə tezliyini soruşur, yəni kiçik n-i soruşur. Yenə tangens alfanı yazmalısınız. Tangens alfa bərabər olacaq. Yuxarıdakı hərfin aşağıdakı hərfə, yəni a-nın v-yə nisbətinə. A bölək v. İndi məndən tezliyi soruşur. A bərabərdir, biz bilirik ki, omega v-dir. Omeganın da kiçik n-li olan düsturu 2pi n-dir. Yerinə yazsaq onda olacaq 2pi n v. Buradan görürük ki, tezliyi tapmaq istəsəm, yəni kiçik n tapmaq istəsəm, a bölək 2pi v olacaq. A bölək v qeyd etdik ki, baxın, yuxarıda tangens alfaya bərabərdir.
onda A bölək V-nin yerinə tangens alfa yaza bilərik. Olacaq tangens alfa bölək 2 pi. Baxaq. D bəndi. 44-də. Cismin çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzə qaçma təcilini çevrənin radiusuna asılıq diaqramı verilmişdir. Hansı nöqtə bucaq sürətinin ən böyük qiymətinə uyğundur? Bucaq sürətinin ən böyük qiymətini istəyir. Omeqanın böyüyünü. Böyük dediyi üçün hansı ki indeksə B hərfini yazdıq. Omeqanın bucaq sürətinin, yəni ən böyüyünü istəyirsə, mən onda düstur verməliyəm. Fikir verin, A-nın R-dən asılılığını veribsə, deməli onda A və R də olmalıdır bizim düsturumuzda. Biz də bilirik ki, A bərabərdir omega kvadratı R-dir. Buradan omeqanı tapanda olacaq kök altında A bölək R. Fikir versəz, omeqanın böyüyünü istəyirsə, onda A-nın da böyüyü olmalı. Çünki A ilə düz mütənasibdir. Amma R-in kiçiyi olmalı. Çünki R ilə tərs asıdır. Gəlin indi baxaq A-nın böyüyü. A-ya baxanda indi mən bu Y oxuna baxıram. Yəni gördüyünüz kimi yuxarıya doğru yönələn oxa. Mən də bilirəm ki, yuxarıya getdikcə artır da ədədlərimiz. Onda ən yuxarısını, yəni A-nın ən böyüyünü istəyirəmsə, ən yuxarıda olan 2 və 4-ü götürəcəm. 2 və 4-dən bir xətt keçirirəm. İndi R-in ən kiçiyini istəyirsə, gördüyünüz kimi R artıq X oxuna uyğundur. Sağa getdikcə rəqəmlər artdığından mən onda soldakını götürməliyəm. Yəni ən kiçik olanı. Baxın, ən solda olansa fikir versəz 1 və 2 rəqəmlərdir. 1 və 2-dən də gördüyünüz kimi ox keçirdim. Və bunların hər ikisinin, yəni bu oxun hər ikisinin kəsişməsində gördüyünüz kimi 2 nöqtəsi vardır. Deməli, onda mənim cavabım olacaq 2. D bəndi. Keçək indi o birinci 45-ci suala. Artıq burada yenə bucaq sürətinin ən kiçik qiymətini istəyir. Omeqanın kiçiyini istəyirsə, omega bərabərdir kök altında A bölək R-dən. Omeqanın kiçiyini istəyirsə, A-nın kiçiyi olmalı, R-in isə böyüyü olmalıdır. A-nın kiçiyi, baxın, 1-5-dir. R-in isə böyüyü, fikir versəz, 5 və 4 nöqtələrdir. Və bunların hər iki xəttin kəsişməsi gördüyünüz kimi 5-ə uyğun olacaq. Cavabımız A bəndi. 46-da isə deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdən cism üçün xətti sürət və mərkəzə qaçma təcili arasındakı oxşar fərqli cəhətləri Euler-Venn diaqramında müəyyən edin. Euler-Venn diaqramımıza gəlin baxaq. Birinci verilib ki, modulca sabitdir. Biz qeyd etdik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə həm xətti sürətin modulu, həm də mərkəzə qaçma təcilinin modulu sabitdir. Deməli, onda bir ortağa gedəcək. Çevrəyə toxunan istiqamətdə yönəlir. Xətti sürət çevrəyə toxunan istiqamətdə yönəlir. Zaman keçdikcə istiqamət dəyişir. Bəli, həm xətti sürətin, həm də mərkəzə qaçma təcilinin zaman keçdikcə istiqaməti dəyişir. Amma ədədi qiymətləri dəyişmir. Baxaq, 3 də onda ortağa gedir. Omega kvadrat R düsturu ilə hesablanır. Əlbəttə ki, A bərabərdir. Omega kvadratı R-də düsturumuz. Deməli, 4 getdi artıq mərkəzə qaçma təcillinə. Omega R düsturu ilə hesablanır. V-dir bu xətti sürətimiz. Aha. Deməli, 1-ə gedir 2, 5, ikinciyə gedir 4, üçüncüyə də gedir 1, 3. Artıq bunu variantlardan özünüz uyğunlaşdırarsınız. 47-ci sualda açar sözlərdən istifadə edərəkdən cümlələri tamamlayın deyir. Açar sözlərimiz təcilli, sabit qalır, mərkəzə qaçma təcili və sürət vektorunadır. Deməli, deyir ki, çevrə üzrə bərabər sürətli hərəkət, təcilli hərəkətdir, yazarıq onda 1. Bu təcil normal və yaxud da ki, mərkəzə qaçma təcili adlanır, 4. Təcilin modulu sabit qalır, 2. İstiqaməti isə verilmiş nöqtədə sürət vektoruna perpendikulyar olmaqla çevrənin mərkəzinə doğru yönəlir. Baxın, 3. Aha, 1, 4, 2, 5, 3. 1, 4, deməli, 2, 5, 3. Baxın, D bəndində doğru cavab verilir. 48-də yenə açar sözlərimiz verilir və bizdən mətni tamamlamamızı istəyir. Açar sözlərlə tanış olaq. Deməli, dövlətmə periodu ilə tərs, dövlətmə periodunun kvadratı ilə tərs, çevrəyə toxunan boyunca çevrənin mərkəzinə doğru. Həmçində düsturlar verilib. 4pi kvadrat R bölək T kvadratı, 2pi R bölək T. Deməli, deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkətdən cismin təcili, xətti sürəti isə yönəlmişdir. Burada indi istiqaməti deməli. Təcilimiz biz bilirik ki, çevrənin mərkəzinə doğru yönəlir. 4 gedəcək bura. Xətti sürət isə çevrəyə toxunan boyunca yönəlir. Burada 3 gedəcək. Radius R olan çevrə üzrə T dövlətmə periodu ilə hərəkətdən cismin xətti sürəti V bərabərdir 2pi R bölək T düsturu ilə. Onda bura 6 olacaq. Mərkəzə qaçma təcili isə A bərabər 4pi kvadrat R bölək T kvadrat düsturu ilə 5 bura uyğun olur, ifadəsi ilə təyin olunur. Bu düsturlardan göründüyü kimi verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkət zamanı xətti sürət periodla tərs asıdır, dövlətmə periodu ilə tərs asıdır. 1 gedir bura. Mərkəzə qaçma təcili isə dövlətmə periodunun kvadratı ilə tərs asıdır. Deməli, burada gedəcək 2. Artıq bundan sonra uyğunlaşdırarsınız. 4, 3, 6, 5, 1, 2
variantlarda baxın B bəndi olacaq. 49-cu suala baxaq. 49-da da yenə açar sözlər verilib və tamamlamağımız istənir. Gəlin açar sözlərlə tanış olaq. Dövətmə tezliyi ilə düz, dövətmə tezliyinin kvadratı ilə düz, çevrəyə toxunan boyunca çevrənin mərkəzinə doğru. Yenə düsturlarımız verilib. 2pi nr, 4pi kvadrat, n-in kvadratı r. Deməli deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdən cismin təcili, xətti sürəti isə yönəlmişdir. Deməli istiqaməti yazmalıyıq. Biz bilirik ki, təcilimiz çevrənin mərkəzinə doğru yönəlir. Bura gedəcək 4. Xətti sürəti isə çevrəyə toxunan boyunca, onda ikinciyə gedir 3. Radiusu r olan çevrə üzrə n dövətmə tezli hərəkətdən cismin xətti sürəti və bərabər 2pi rn düsturu ilə 5 gedəcək bura. Mərkəzə qaçma təcili isə 4pi kvadratı n-in kvadratı r düsturu ilə burada gedəcək 6 təyin olunur. Bu düsturlardan göründüyü kimi verilmiş radiusu çevrə üzrə bərabər sürətli hərəkət zamanı xətti sürət, deməli dövətmə tezliyi ilə düz asılıdır 1. Mərkəzə qaçma təcili isə dövətmə tezliyinin kvadratı ilə düz asılıdır. Burada gedəcək 6. 4, 3, 5, 6, 1, burada 6 yazmışam, 2 uyğundur, üzr istəyirəm. Aha, deməli 4, 3, 5, 6, 1, 2. Baxaq, 4, 3, 5, 6, 1, 2, C bəndi. 50-ci sualda A nöqtəsindən saat əqrəbi istiqamətində çevrə üzrə bərabər sürətlə hərəkətə başlayan cism üçün Euler-Wien diaqramında uyğun bəndləri göstərin. B nöqtəsi və C nöqtəsi. Fikir verin. Gəlin baxaq görə bu çevrənin neçə hissəsidir B və C nöqtəsi. A nöqtəsindən başlamışıq hərəkətə deyir və saat əqrəbi istiqamətində. A nöqtəsindən saat əqrəbi istiqamətində gələndə gördüyünüz kimi B-də artıq mən çevrənin 4/1 hissəsini getmiş oluram. Baxın bu hissə. Deməli, onda burada kiçik T bərabər 4/1 vuraq, böyük T-dir. C-yə gəldikdə isə fikir versəz, baxın, adam başlayıb C-yə gələndə artıq 4/3 hissəsi uyğun olur. Onda T bərabər, kiçik T bərabərdir 4/3, böyük T yaza bilərik. İndi gəlin baxaq bir. Sürətin istiqaməti şaquli aşağı yönəlib, saat əqrəbi istiqamətində əlinizi aparırsınız. Gəlib baxın, burada B nöqtəsinə çatanda toxunan çəkirsiniz. Fikir versəz aşağıya doğru oldu. Deməli, burada mənim xətti sürətimin istiqaməti aşağıdır. Bu oldu mənim V-im. C nöqtəsinə baxanda isə yenə əlini aparırsan saat əqrəbi istiqamətində, C-də saxlayıb toxunanı çəkirsən. Bu da oldu bizim xətti sürətimiz. Aha, indi baxın, sürətin istiqaməti şaquli aşağı yönəlib. Baxın, B-dədir, fikir versəz. B nöqtəsinə onda getdi 1. Sürətin istiqaməti şaquli yuxarı yönəlib, C nöqtəsindədir. 2-yə də getdi, 2. 3-də indi gördüyünüz kimi deyir ki, təcilin istiqaməti üfüqü sola yönəlib. Sola yönələn fikir verdiniz, B nöqtəsindədir. Onda deməli bizim bu üçümüz gedəcək 1-ə. 4-cüdə deyir ki, təcilin istiqaməti üfüqü sağa yönəlib. Gördüyünüz kimi C nöqtəsində təcilin istiqaməti sağa yönəlib. Onda 4 də gedir 2-ciyə. Bu nöqtədə sürət və təcil vektorları arasındakı bucaq 90 dərəcəyə bərabərdir. Fikir versəz, hər ikisində də bizim sürətimiz və təcilimiz arasındakı bucağımız 90 dərəcədir. Baxın burada. Onda bu ortağa gedəcək 5. 6-cıda bu nöqtədə sürətin istiqaməti çevrəyə toxunan üzrə yönəlib. Hər ikisində də biz gördüyünüz kimi sürətin istiqamətini göstərəndə çevrəyə toxunan çəkirik. Onda 6 da ortağa gedəcək. Deməli 1-ə uyğundur 1, 3, 2-yə uyğundur 2, 4, 3-ə də uyğundur 5, 6. Baxın, B bəndi doğru cavabımızdır. Keçək indi 51-ə. A nöqtəsindən saat əqrəbi istiqamətində çevrə üzrə bərabər sürətlə hərəkətə başlayan cism üçün yenə Euler-Wien diaqramını tamamlamamızı istəyir. A nöqtəsindən başlayır və saat əqrəbi istiqamətində hərəkət edirik. Bu zaman gördüyünüz kimi əlinizi aparırsınız. Yenə gəlin sürətimizi göstərək. B nöqtəsinə toxunan çəkirsiniz. Bu olur VB-miz. C nöqtəsində də yenə əlinizi aparın saat əqrəbi istiqamətində. Saxlayın əlinizi C-də və toxunan çəkin. Bu da olur bizim VC-miz. Mərkəzə qaçma təcillərini göstərsək, hansı ki mərkəzə doğru yönələcək. Baxın, gördüyünüz kimi bu B nöqtəsinin təcilidir AB. C nöqtəsinin təcili isə mərkəzə doğru, aşağıya doğru olacaq. Bu da AC-mizdir. Aha, indi baxaq bir variantlarımızı uyğunlaşdıraq. Sürətin istiqaməti üfüqü sola yönəlib deyir. Sola yönələn, baxın, fikir versəz, B nöqtəsində bizim sürətimizin istiqaməti soladır, VB-miz. Onda 1 elə gedir B nöqtəsinə. Sürətin istiqaməti üfüqü sağa doğru yönəlib. C nöqtəsində gördüyünüz kimi sürətin istiqaməti sağa doğru yönəlib. Aha, sonra təcilin istiqaməti şaquli aşağı yönəlib. Aşağı yönələn fikir versəz C-dir, yuxarı yönələnsə B-dir. Aşağı yönələn C-dirsə onda 3 gedir ikinciyə. 4-də də qeyd edib ki, şaquli yuxarı yönəlib təcilin istiqaməti. 4 də onda B nöqtəsinə uyğundur.
Baxaq görək 5-də 6-da nə deyir? 5-də deyir yerləşmənin modulu kökdəki yerdir. Baxın, fikir verin, görək bu çevrənin neçə hissəsidir C və D nöqtələri. Şəkli silək hələlik. Aha, bax, bu hissələri silirəm. A-dan başlamışamsa, B-yə gələndə sadə əqrəb istiqamətində gördüyünüz kimi çevrənin 4/1-ni getdim. T bərabər olduğunda 4/1 T-yə. C-yə gələndə isə çevrənin 4/3-ni getmiş oluram. Onda kiçik T bərabər 4/3 böyük T. Dərs izahında da biz qeyd etmişdik ki, istər 4/1 T-də, istər 4/3 T-də bu zaman yer dəyişməmiz S bərabərdir, R kökdə 2-dir. Onda bizim deməli 5-imiz ortağa gedəcək. 6-da isə deyir ki, bu nöqtədə sürət və təcil vektorları arasındakı bucaq 90 dərəcədir. Bayaqlar şəkildə də göstərdik ki, sürət və təcil vektorları perpendikulyardır. Həmişə də bu belə olur. Yəni sürət və təcil həmişə bir-birinə perpendikulyar olur. Deməli 6 da ortağa gedir. 1 4 1-ə, 2 3 2-yə, 3 də 5 və 6 uyğun gəlir. Variantlardan indi özünüz uyğunlaşdırarsınız. 52-yə baxaq. Radiusu 2 metr olan çevrənin radiusu verildi. R bərabər oldu 2-yə. Çevrə boyunca bərabər sürətlə hərəkət edən cisim 20 saniyə müddətində 80 metr yol getmişdir. Cismin mərkəzə qaçma təcilini A-nı soruşur. Biz bilirik ki, A bərabərdir V kvadratı bölək R-dir. Radiusum var, amma V-im yoxdur. V-ni də necə taparam? V bərabərdir L bölək T-dir. 80 metr yoldursa, 80-i böləcəm zamana 20-yə. O da olacaq, deməli 4. Yerinə yazsaq onda 4 kvadratı olur 16. 16 bölək radiusum 2. 16 ilə 2-yə böl, o da olacaq 8. Y-bəndə. 53-cü sualda çevrə üzrə bərabər sürətlə hərəkət edən A və B nöqtələrinin mərkəzə qaçma təcilləri bərabərdir. Deməli, A-larımız bərabərdir. A bərabərdir A, B-yə. Bu nöqtələrin dövlətin periodları üçün hansı münasibət doğrudur? Fikir versəz, A nöqtəsinin radiusu R, A bərabərdir R-dir. B nöqtəsinin radiusu isə RB bərabər 4R-dir. TA bölək TB-ni gəlin tapaq. Bunun üçün düstur verməliyəm. A bərabərdir, biz bilirik ki, 4 pi kvadratı R bölək T kvadratıdır. Buradan radius periodun kvadratı ilə gördüyümüz kimi düz asıdır. Onda yazacağıq ki, RA bölək RB bərabərdir TA-nın kvadratı bölək TB-nin kvadratına. Yazaq indi RA-mız R, RB-miz 4R, onda TA kvadratı bölək TB kvadratında olduğu kimi yazıram. R-lər ixtisar gedir, 4/1 qalır. 4/1-dən də kök 2/1 çıxır. Nəyə görə kök alıram? Çünki TA-nın başında kvadratdır, həmçinin də TB-nin başında kvadratdır. Aha, TA bölək TB bərabər oldu 2/1-ə. Çarçarpaz vuranda TB bərabər olur 2 vuraq TA-ya. Baxın, C bəndi doğrudur. 54-cü suala baxaq. 54-cü sualda da şərtdə deyilir ki, çevrə üzrə hərəkət edən A və B maddi nöqtələrinin mərkəzə qaçma təcilləri eynidir. Yenə təcillərimiz eynidir. AA bərabərdir AB yaza bilərik. A nöqtəsinin dövlətmə tezliyi 4 saniyə üzəri -1-dir. NA-mız verildi 4-dür. B nöqtəsinin tezliyini, yəni NB-ni bizdən soruşur. Gəlin radiuslarımızı götürək. Fikir versəz, RA-mız R-dir. RB-miz isə 4R-dir. A-nın kiçik n olan düsturunu verəcəm. A bərabərdir 4 pi kvadratı R, n-in kvadratı. Buradan fikir versək görərik ki, radius tezliyin kvadratı ilə tərs asıdır. Onda yazarıq ki, RA bölək RB bərabərdir NB-nin kvadratı bölək NA-nın kvadratı. Aha, RA-mız R-dir, RB-miz 4R-dir. NB kvadratı bölək NA-nın kvadratı, yəni NA-mız da 4-dür, 4-ün kvadratı eləyir 16. Baxın, R-lər ixtisar getdi. Çarçarpaz vuracam. Onda 16 bərabər olur 4 vurulsun NB-nin kvadratına. Buradan NB-nin kvadratı bərabərdir 16 bölək 4, 4 eləyir. NB-miz isə bərabər olur artıq 2-yə. Cavabımız oldu D bəndi. 55-də saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısadır. Əqrəblərin uc nöqtələrinin təcillərinin nisbəti A dəqiqə bölək A saatı soruşur. Mən qeyd etdim ki, belə məsələlərdə uzunluq, qısalıq veriləndə deməli radiusdan yazmalıyıq. Saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısadır deyirsə, onda R saat bərabərdir R dəqiqə bölək 2 yazacağıq. Uzundu desəydi, tutaq ki, yəni məsələlərimizdə, onda 2-yə vurma olacaqdı. Aha, R saat bərabər R dəqiqə bölək 2-dirsə, onda buradan gəlin R dəqiqəni tapaq, olacaq 2 vuraq R saat. Əqrəbin uc nöqtələrin təcillərin nisbəti, yəni A dəqiqə bölək A saatı bizdən soruşur. Belə məsələlərdə mütləq dəqiqə əqrəbinin və saat əqrəbinin periodlarını yazmalıyıq. Yəni, onda T dəqiqəmiz bərabərdir. Biz bilirik ki, 60 dəqiqə, o da 1 saatdır. Saat əqrəbinin periodu isə T saat bərabərdir 12 saatdır. İndi A-nın böyük T ilə olan düsturunu verəcəm. A bərabərdir 4
pi kvadrat. R bölək t kvadratıdır. Buradan A radiusla düz, periodun kvadratı ilə tərs asıdır. Onda yazacağım ki, A dəqiqə bölək A saat bərabərdir. R dəqiqə bölünsün R saat vuraq T saatın kvadratı bölək T dəqiqənin kvadratı. Yerinə yazaq indi. R dəqiqəmiz var. 2R saatdır. Baxın, yuxarıda qeyd etmişik. Aha, yazaq onda 2R saat bölək R saatımızda olduğu kimi saxlayaq. Vurulsun. T saatın kvadratı. T saatımız 12 saat. 12'nin kvadratı 144 eləyir. Bölək T dəqiqənin kvadratı. Yəni 1 saatın kvadratı eləyəcək 1. R saatlar getdi fikir versəz. 2 vurulsun 144 mənə verəcək 288. Cavabımız oldu D bəndi. 56-da deyir ki, saniyə əqrəbi dəqiqə əqrəbindən 1,5 dəfə uzundur. Onda yazacağım ki, R saniyə bərabərdir. 1,5 vuraq R dəqiqə. Uzundur dediyi üçün, dəfə özdə dediyi üçün vururuq yəni. Aha, indi mən burada dediyim kimi periodlarda yazmalıyım axı. Onda yazaq T saniyəmiz bərabərdir 60 saniyə. 60 saniyədə biz bilirik ki, 1 dəqiqədir. T dəqiqəmiz 60 dəqiqədir. İndi A-nın yenə böyük T ilə olan düsturunu versək, oradan asılığımızı verəndə qeyd etdik ki, radiusla düz, periodda tərs asıdır. Onda yazaram ki, A saniyə bölək A dəqiqə bərabərdir. R saniyə bölək R dəqiqə vuraq T dəqiqənin kvadratı bölək T saniyənin kvadratı. Yazaq indi. R saniyənin əvəzinə 1,5 R dəqiqə yazıraq. Bölək R dəqiqəmizi yazaq. Vuraq. Hər ikisini gəlin dəqiqə ilə götürək periodları ki, ixtisar getsin yəni dəqiqələrdə. Aha. Deməli, T dəqiqənin kvadratı, yəni 60'ın kvadratı olacaq 3600. Bölək T saniyənin kvadratı 1 dəqiqənin kvadratı olacaq 1. R dəqiqələr getdi. 1,5'i vuracağıq 3600'ə. Gəlin baxın bu hissəni silək, hesablayaq. 1,5 biz bilirik ki, 10'da 15'dir. Vuraq 3600'ümüzdə yazaq. Sıfırların biri gedir. Gördüyünüz kimi 15'i vuracağım 360'a. O da olacaq 5400. Aha, cavabımız oldu C bəndi. 57-ci sualda çevrə üzrə bərabər sürətli hərəkətdən maddi nöqtənin dövr etmə periodu 4 saniyədir. A vəziyyətini keçəndən 7 saniyə, 7-ci saniyənin sonunda maddi nöqtənin sürət və təcili istiqamətini müəyyən edin. Biz bilirik ki, period bir tam dövrə sərf olunan zamandır. Yəni, sən adam başlayıb, saat əqrəbi istiqamətində gedib, yenidən aya gəlsən, 4 saniyə vaxt sərf edərsən. Onda baxın, fikir verin, hər hissəyə nə qədər düşər? 4 dənə bərabər hissədir, 4'ü da 4'ə bölərsən, olacaq 1 saniyə. Hərəsinə deməli 1-1 saniyə düşdü. İndi deyək ki, A vəziyyətini keçəndən 7-ci saniyənin sonunda. Bax, buranı gəlin B ilə, buranı C ilə və D ilə işarə edək. Fikir verin, adam B-yə 1 saniyə getdi. Sonra B-dən C-yə də 1 saniyə getdi. Ümumilikdə neçə oldu? 1-in üstə 1 gəl 2. C-dən D-yə ümumilikdə neçə olacaq? 2 üstə gələk 1, 3. D-dən A-ya 3'ün üzərinə 1 gəl 4. 4 saniyəm burada keçdi. Onsuz da bir tam dövrə sərf olan zaman 4 idi. Sonrasında adam B-yə 4'ün üzərinə 1 gəl 5 olacaq. B-dən C-yə 5'in üzərinə 1 gəl 6 olacaq. C-dən D-yə də gələndə 6'ın üzərinə 1 gəl 7 olacaq. Gördüyümüz kimi 7-ci saniyənin sonunda artıq oldu D nöqtəsində. Sən artıq bax bu D nöqtəsində sürətinin və təcili istiqamətini göstərməlisən. Burada da qeyd etdiyimiz kimi saat əqrəbi istiqamətində fırladırsa, əlini onda saat əqrəbi istiqamətində aparacaqsan, D-də əlini saxlayıb toxunanı çəkəcəksən. Mərkəzə qaçma təcilində isə mərkəzə qaçma təcilimiz adından da görünəcək, radius boyunca çevrənin mərkəzinə doğru yönələcək. Bu da oldu bizim A-mızın istiqaməti. Deməli, sürətimiz olacaq sola, təcilimiz olacaq yuxarıya doğru B bəndi. 58-də hansı ifadələr doğrudur? Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətində A nöqtəsində xətti sürət 1 istiqamətində yönəlir. Fikir versəz, baxın, oxların istiqamətindən də görünür ki, bu saat əqrəbin əksinədir. Saat əqrəbin əksinədirsə, əlini saat əqrəbin əksi istiqamətində aparırsan, A nöqtəsində saxlayıb toxunanı çəkirsən. Baxın, gördüyünüz kimi xətti sürətin istiqaməti oldu 1. Deməli, birincimiz doğrudur. Aha, ikincidə deyək ki, xətti sürət 4 istiqamətində yönəlir. Xeyr. Təcil 2 istiqamətində yönəlir. Təcilimiz biz qeyd etdik ki, mərkəzə doğru yönəlir, çevrənin mərkəzinə doğru. Baxın, fikir versəz, O nöqtəsinə doğru olan 3-cüdür. Deməli, bizim təcilimizin istiqaməti 3-dür. 3 onda səhv olur. 4-cüdə baxın, fikir versəz, düz variant verilib. 59-da
O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələri üçün hansı fiziki qiymətlərin qiymətləri fərqlidir? Baxın, bunların içərisindən bir çevrə keçirsəz, A-dan da, B-dən də. Fikir versəz görərsiniz ki, bunlar mərkəzindən keçən ox ətrafında fırlanan disklərdir. Dərs izahında da qeyd etmişdim ki, belə olan halda bizim tezliyimiz, dövrlərin sayı, zamanımız, həmçinin periodumuz, bucaq sürətimiz sabitdir. Yəni burada gördüyünüz A və B nöqtələrinin tezliklərində, dövr etmə periodda, bucaq sürətdə bunlar hər biri sabitdir. Baxın, tezlik, dövr etmə periodu və bucaq sürətimiz burada sabit olacaq. 60-cı sualda da indi deyir ki, A və B nöqtələri üçün hansı fiziki qiymətlərin qiymətləri üzr istəyirəm, 59-da qiymətləri fərqlidir soruşur. Fərqlidir soruşursa onda tam əksinə baxın, 1-5-i götürəcəksiniz. Burada isə qiymətləri eynidir soruşur. Artıq 2, 3 və 4-ü götürəcəksiniz doğru cavab olaraqdan. Keçək indi 61-ci suala. Radiusu 80 cm olan, bu zaman santimetrdən metrə keçməlisiniz. Onda radiusum olacaq 80/100, 0.8 metr. Cismi fırlanma periodu 4 saniyədir. Böyük T-miz verildi 4-dür. Mərkəzə qaçma təcilinin A-nı soruşur. Pi kvadratında qiyməti 10 verilir. A bərabərdir 4 pi kvadratı R bölək T kvadratıdır. Buradan gəlin hesablayaq. 4 vurulsun P-nin kvadratı 10. Radiusumuz 0.8. Periodumuzun kvadratı, yəni 4-ün kvadratı olacaq 16. 4 və 16-nı ixtisar aparanda burada 1, məxrəcdə qalacaq 4. 0.8-i 4-ə böləndə olur 0.2 və ona da vurmaq var. Həmçinin 0.2 ilə ona vuranda da olacaq 2. Deməli, bizim təcilimiz 2 metr bölək saniyə kvadratı olmuş oldu. 62-cidə deyir ki, velosipedçinin sürəti 18 km/saat. Təkərinin fırlanma tezliyi 3 saniyə üzəri -1-dir. Təkərin kənar nöqtələrinin mərkəzə qaçma təcilini hesablayın. Bizim xətti sürətimiz verildi 18 km/saatdır, amma biz bundan metr/saniyə keçməliyik. O zaman 18-i vururam 1000-ə, bölürəm 3600-ə. Fikir verin, sıfırlar ixtisar gedir. 36 ilə 18 ilə 18-ə gedir. Burada 1 qalacaq, məxrəcdə 2 qalacaq. 10/2 verəcək mənə 5. Gəlin onu da buranı silək. Xətti sürətimiz oldu 5. V bərabər oldu 5-ə. Tezliyimiz verildi n bərabərdir 3-ə. P-nin də qiyməti verilib şərtdə 3-dür. A-nı istəyir. Biz bilirik ki, A bərabərdir omega vurulsun V-dir. Omeganın da əvəzinə kiçik n ilə olan düsturu yazacağım. 2πn V-dir. Gəlin indi yerinə yazaq. 2 vuraq P-nin qiyməti 3. Tezliyimiz də 3-dür. V-miz də 5-dir. Onda olacaq burada cavabımız 90. 90 metr/saniyə kvadratı. Beləliklə, əziz abituriyentlər, artıq sizlər üçün bu bölmənin izahını tam vermiş oldum. Ümid edirəm ki, izahlarımız sizlər üçün aydın oldu. Əgər ki, bu videodan yararlandınızsa da kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Digər bölmələrin də izahları sizlər üçün gələcək. İzləmədə qalın, özünüzə yaxşı baxın, sağ olun.